İnsanlığın, bəşər tarixinin ilk bayramlarından, əziz günlərindən biri, bəlkə də birincisi olan yeni ilin başlanması, baharın gəlişi, təntənə ilə qarşılanan qədim Ulus bayramı, bizim günlərdə Novruz adlanan qədim Türk bayramı. Onun yaşını ən azı 5000 ilə, ən çoxu isə bəşəriyyətin yaşına bərabər edirlər. Onun haqqında o qədər rəvayətlər var ki, o qədər mahnılar oxunub ki, bu deyimlər nəsildən nəslə keçərək yaşamış, insanların həyat fəlsəfəsinə, əbədi ənənələrinə çevrilmişdir. Azərbaycanda vaxtı ikən bu ada, yəni bu bayrama ilbaşı deyərdilər. Ya ilin ayın axır gecəsi deyərdilər. Bu bayramı təbii ki, o yerlərdə keçirirlər ki, bu da bir daha onun tarixinin çox qədim olduğunu göstərir. Yəni insanlar o qarlı qışı görürlər, insanlar o şaxtanı görürlər, insanların payızdan yığdıqları o taxçalar, boğçalar, anbarlar boşalır, samanlıqlar boşalır, mal-qara əziyyət çəkir, insanlar xəstəlikdən əziyyət çəkir, aclıqdan əziyyət çəkir. Təbii ki, bu vəziyyətdən sonra günəşin doğması, təbiətin canlanması və günlərin uzanması artıq insanlarda sevinç yaratmaya bilməzdi. İl boyu günəş 12 bürcdən keçir. Martın 21-də günəş balıq bürcündən Qoç bürcünə daxil olur. Bizim əcdadlarımız inanırdılar ki, martın 21-də işıq tanrısı olan günəş taxt-taca sahib olur və sentyabrın 21-nə dək dünyanı idarə edir. İnsanlar bunu belə təsəvvür edirdilər. Sentyabrın 21-də gündüz gecəyə bərabər olur və günlər qısalmağa başlayır. Həmin tarixdən başlayaraq günəş də qocalır və 21 dekabrda yorularaq öz taxtından qaranlıq mağaraya yuvarlanır. Lakin günəşi mağaradan keçi xilas edir və hələ zəif olan günəş yavaş-yavaş qüvvə toplayır ki, Novruzda yenidən taxta çıxsın. 21 dekabrda Oxatan bürcü Oğlaq bürcü ilə əvəz olunur. Oxatan ərəb dilində köyüz deməkdir. Sonralar bu söz bizim dilimizdə kosaya çevrilmişdir. Kosanın yer üzündəki yolçusu olan keçi isə Oğlaq bürcüdür. Dekabrın 21-i ən qısa gündür. Bundan sonra günlər uzanmağa başlayır. Martın 21-də isə hər şey yenidən başlayır. Novruzun fəlsəfəsi insanlara dürüst yaşamağı, öz əməllərinə cavabdeh olmağı təlqin edir. Çünki insan yarandı, yaşadı, öldü, getdi deyil. Onun hesabatı var. Bax, sən necə yaşamısan, nələr eləmisən, nə üçün günahlar eləmisən. Bu mənada əlbəttə, hər dəfə Novruz gələrkən və Novruza qədər insan özünə hesabat verməlidir. Fevralın 20-sində kiçik çillə çıxır, boz ay girir. Boz ay ilin sonuncu ayıdır. İlin sonuncu ayı uzun sürür. Sanki təbiətdə qışla yazın arasında ölüm-dirim mübarizəsi başlayır. Buna görə də xalq arasında boz aya ağır ayda deyirlər. Bəlkə də bu səbəbdəndir ki, tatarlar təqvim aylarını sayarkən mart ayını 2 dəfə deyirlər. Türk xalqlarında çərşənbə günləri, yəni həftənin əgər biz birinci gündən başlasaq, üçüncü günləri ağır günlər sayılıb. Baxın, məsələn, bir çox türklər, məsələn, Sibir türkləri, Xakaslar, Tıva türkləri, onlar həftənin üçüncü günü, yəni çərşənbə günü evlənməzlər, yeni ev inşa eləməzlər, uzaq səfərə çıxmazlar, mal-qaranı axtalamazlar, yəni heç bir yeni işə başlamazlar. Niyə? Çünki ağır gün sayılır. Ümumiyyətlə çərşənbə günləri ağırdır. Üstəlik də boz ayın, yəni ağır ayın çərşənbələri daha ağır sayılır. Bu baxımdan xalqlar həmin o ağır ayın ağır günlərini uğurla yola salmaqdan ötürü təbii ki, ayin icra eləyirlər. Bu ayinin əsas məqsədi odur ki, həmin o çərşənbə gününün biraz, belə deyək də, xoşuna gəlsinlər ki, həmin o çərşənbə günü də onların üzünə xeyirliklə, uğurluqla açılsın. Sürətlə deyəndə il axır çıxır. Əslində bu il ağır çərşənbələrdir. Niyə? Ona görə ki, bildiyiniz kimi
çərşənbə axşamı günləri olduqca çətin günlər sayılır və insanların bu gündə daha çox davadalaş eləməyi, söz götürməməyi ön plandadır. Ona görə ki, ikinci günlər, çərşənbə axşamı günləri Mars səyyarəsinin təsiri altındadır, Mərrix səyyarəsinin təsiri altındadır və Mərrix səyyarəsi də hərbçuluq, döyüşkənlik, cəngavərlik ovqatı gətirir. Bu günlərdə insanlar kompromisə getmirlər, mənim sözüm sözdür və bu sözümdən dönmərəm deyirlər. Təbii ki, qarşısındakı adam da, tərəf müqabili də bunu qəbul eləmir, istər-istəməz konfliktlər yaranır. $2000 il əvvəl Novruz əsasən şah saraylarında keçirilirdi. Bir zamanlar insanlar işığın ulu tanrı olduğuna inanır, şahları isə onun yerdəki elçisi sanırdılar. Bütün mərasimlər Novruzadək yubadılır və bayram günü qeyd olunurdu. Münəccimlər il təhvil vaxtını xəbər verəndən sonra bayram süfrələri açılırdı. Ağ libas geyən hökmdarın önündə hər şey ağ ya da gümüş rəngdə olardı. Şah da ağ libas geyməklə heç bir fərqləndirici keyfiyyətlər, ünsürlər, geyim ünsürləri daşımamaqla, yəni onun nə tacı olurdu, nə qolbağı, nə bilərziyi, nə kəməri, heç nə yox. Başdan ayağa ağ geyinməklə, özü də ayaqyalın şəkildə demək, atəşpərəstlərin mənbədlərinə gəlirdilər. Və burada öz günahlarını etiraf edirdilər, elə bir ki, günahlarından izal olunmaq, tövbə eləmək məqamlarına gəlirdilər. Həm də ilin təkcə bir günündə onlar da bütün xalqla bir olduqlarını bu şəkildə nümayiş elətdirirdilər. Maraqlıdır ki, bu adət Azərbaycanda yaxın keçmişimizədək qorunub. Gördüyünüz bu unikal kadrlarda Cəbrayıl rayonunda Novruz bayramı keçirilir. Bunlar Cəbrayıl rayonunun erməni işğalından öncəki görüntüləridir. Rayonun Sovet dövründəki həyatıdır. Keçirilən bayramın ən maraqlı məqamı isə gənc qızların ağ libas geyinmələridir. 2000 il əvvəl də belə olmuşdu. Ağ rəng qədim türk xalqlarında xeyir, uğur, bərəkət rəmzi sayılır. Mən misallar gətirim. Məsələn, Tıva türkləri Şaqa günü, onlar yeni ilə il başına Şaqa deyirlər. Şaqa günü onlar bir-birlərinə mütləq ağ şey hədiyyə edirdilər. Ağ qoyun, ağ keçi, ağ dəri, ağ parça. Hətta tədqiqatçılar yazırlar ki, əgər il boyu düyü masalarda az görünürdüsə, bayram günü mütləq aş dəmlənərdi. Mütləq düyü xörəyi masanın üzərində olardı ki, bu da o ağ günə çıxmaq rəmzi kimi anlaşılır. Məsələn, Sibir türklərində bir insan uzaq səfərə çıxanda onun arxasınca süd atardılar, su yox, süd atardılar, yolun ağ olsun. Bugün hətta Qazaxıstanda xüsusi qoruyucu əşyalar hazırlayırlar, onun üzərinə ak jol yazırlar, yəni ağ yol. Onu maşınlardan asırlar. Bu da həmin o yeni ilin insanlar üçün uğurlu olmasından irəli gələn, yəni o arzudan irəli gələn bir məsələdir. İnsanlar əsrlər boyu təbiətin canlanmasını mərhələ ilə izləyirdilər. Bu mərhələlər çərşənbələrlə qarşılanırdı. Zaman keçdikcə çərşənbələrin adları da, missiyası da dəyişirdi. Amma heç nəyə baxmayaraq, çərşənbələr Novruzun əsas atributları olaraq qalır. İkinci çərşənbə, yalançı çərşənbə, bunu heç qeyd eləmirik də. Təbii ki, uşaqlar əyləncə üçün istəyirlər tonqal qalasınlar.
İkinci çərşənbə xəbərçi çərşənbə, üçüncü çərşənbə qara çərşənbə. Qara çərşənbəyə Türkiyənin bəzi bölgələrində qəbrüstü də deyirlər. Qara çərşənbədə məzarlıqlar ziyarət olunur, ölülər yada salınır, axşam ölülərin adına qazan asılır. Hətta qazan asmağa imkanı olmayan ocağın üstünə biraz piy atır, yağ atır ki, evdən iyi çıxsın, qapı bacanı açıq qoyurlar ki, həmin gün o dünyasını dəyişmişlər gəlib öz evlərinə, oradan onların nəsiblər, paylarını alsınlar. Eyni zamanda bu bir il ərzinə, bu il başından o bir il başına qədər dünyasını dəyişənlər varsa, yaslı ailələrdir ki, bunlar ilini hələ başa vurmayıblar dünyasını dəyişənin. Ağsaqqallar yığışırlar, gedirlər həmin o ailələri yasdan çıxardırlar. Kədərlərinə şərik olurlar və onların həyətində tonqal qalayırlar. Axır çərşənbəyə hazırlaşmalarına şərait yaradırlar ki, onlar da bütün ellə, ulusla bərabər axır çərşənbəyə şadyanalılıqla hazırlaşsınlar. Və nəhayət axır çərşənbə. Axır çərşənbənin adı hər yerdə axır çərşənbədir. 4 ünsürün çərşənbələrimizə heç bir aidiyyəti yoxdur. Bəs nə var əvəzində? Əvəzində cəmrə var. Cəmrə də deyirlər buna. Bu nədir? Bu oddur. Atəşdir, amma əslində günəşdir. Çünki od, atəş, tonqal günəşin yerdəki rəmzidir. Keçmişdə Xəzər dənizinin dibindən od, qaz halında suyun üzərinə çıxırdı. Belə hadisələr insanları maraqlandırırdı. 375-ci ildə Xəzər sahillərindən keçən Hunlar bu hadisəni görərkən diz çöküb Tanrıya dualar etmişlər. Həmin ayinlər oda sitayiş idimi? Bəzi şeyləri qarışdırırıq. Söhbət nədən gedir? Zərdüştçilik, atəşpərəstlik. Atəşpərəstlik deyəndə biz birinci növbədə təbii ki, oda inanma, oda tapınma nəzərdə tutulur. Və çox vaxt nədənsə bizim əcdadlarımızı məhz bu cür təbliğ etməyə çalışırlar ki, güya oda tapınma. Bizdə də əgər od tapınaq obyektidirsə, mümkündür ki, biz onun üstündən hoppanaq və deyək, ağırlığım, uğurluğum sana geçsin. Atəşpərəstlikdən qat-qat əvvəl yaranmış zərdüştülük Azərbaycan türklərinin qədim dini olub. Türklərin müqəddəs saydığı səma tanrısı və tək tanrıçılıq etiqadından doğan ayinlər Avestada öz əksini tapmışdır. Bu ayinlər atəşpərəstlərin ayinlərindən çox-çox fərqlənirdi. Novruz bayramı demək, Avestada Novruz bayramı layiqincə keçirilir, qeyd olunur. Biz Novruz bayramı deyirik, amma bu yaz bayramıdır, bahar bayramıdır və yaxud yeni il bayramıdır. 3-4 adı var bunun. Bunlar elə belə gəlməyiblər. Novruz bayramı bəs hardan çıxıb? Elə ki, İrandan əvvəl 5-ci əsrdə Midiya dövləti süquta uğrayır. Farslar, Kirxosrov, demək, hakimiyyəti ələ alır, hakimiyyət keçir Farsların əlinə. Farslar Avestadı mənimsəyirlər. Farslar adət-ənənələri mənimsəyirlər ki, onlardan biri də yaz bayramı, yeni il bayramıdır. Adını da qoyurlar Novruz. Salam versene, hey! Akılsıza gelsene, gelip salam versene. Çömşeni doldursana, kasanı yola salsana, hey! Çömşeni doldursana, kasanı yola salsana. Ay uyruğu, çakkalı at kuyruğu. Kosan bir oyun eyler, keçini koyun eyler. Yığar yağın büyüsün, keçelin toyun eyler. Bahari, ay bahari, güller güller nahari, ay nahari. Bahçamızda gül olsun, ay gül olsun. Gül üstte bülbül olsun, ay gül olsun. Bal olmasın,
Neyini? Yağ olsun. Evdekiler sağ olsun, ay sağ olsun. Arvatlar eve geçsin. Kasanın payın geçsin. Farslar Novruzu atəşpərəstliklə bağlasalar da, tarix bunun əksini sübut edir. Atəşpərəstlərdən fərqli olaraq, türklər odu həyat vasitəsinin bir elementi sayıb. Və türk xalqlarında odla arınma, od vasitəsilə təmizlənmə adət-ənənəsi bütün silsilə şəklində gəlir. Yəni istər Göytürklər dövründə, istər Hunlar dövründə. Məsələn, gözəl bir epizod var, Pontlu Prisk deyilən bir müəllif var, hansı ki, vaxtilə Attilanın, elçi kimi Attilanın yanına getmişdi. Attila onu elə belə qarşılatmadı. Attila onu iki tərəfdən tonqallar qalatdırdı və o tonqalların içindən keçirdəndən sonra qəbul elədi. Və sonradan Prisk Pantiski soruşanda ki, niyə hökmdarınız məni bu cür qəbul etdi? O izah edir ki, o səni birinci təmizlədi yad ruhlardan, yəni od yandırdı səndə o bəd ruhları, pis fikirləri. Ondan sonra hökmdar səni qəbul etdi. Novruzun axırıncı çərşənbəsi tonqallar qalanır. Hamı onun üstündən tullanır və sarılığım sənə, qırmızılığın mənə deyir. Tonqal su ilə söndürülmür. Özü sönəndən sonra külü evdən kənar bir yerə atılır. Bu o deməkdir ki, tonqalın üstündən tullanan adamlar xəstəliklərini, bədbəxtçiliklərini atılan küllə birlikdə özlərindən uzaqlaşdırırlar. İran adlanan dövlətin ərazisində çoxlu mədəniyyətlər qalıb. Və o mədəniyyətlərin türkə və qeyri-türkə məxsusluğunu şəkillərlə tam şəkildə başa düşmək olur. Yəni, əgər od şəkli varsa və od şəklinə yaxınlaşan adamın ağzı sarğı ilə örtülübsə, demək bu təmiz fars rəsmləridir. Lakin hardasa odun üstündən hoppanmaq varsa və yaxud oda yaxınlaşmaq varsa, yəni ağzı bağsız filan, onlar türklərə aiddir. Və onun daha alt qatı elamlara və şumerlərə gedir. Qədim Şumerlərin ən böyük və vacib bayramı Yeni il idi. Bayramı Marduk məbədində qarşılayırdılar. Baş kahin yeni ili ulduzlarla müəyyənləşdirirdi. Sonra sehirli söhbət başlanırdı. Kainatın yaranması haqqında epos danışılır, ibadət edilir, dualar oxunurdu. Bayramın sonraki günü qoyun kəsilir, onun qanını məbədin divarlarına çiliyirdilər. İnanclara görə isə məhz martın 21-i günü su ilə odun qovuşmasından həyat və insan yaranmışdır. Su ilə odun bir-biri ilə qovuşmasını nəqqaşlar balıq üzgəcli, balıq quyruqlu və ya aslan gövdəli məxluq kimi təsvir etmişlər. Bu, bir çox Azərbaycan sülalələrinin simvollarında öz əksini tapmışdır. Əfşarların və qacarların dövlət bayraqlarında aslan şəkilləri vardır. Tarixçilər bəşər sivilizasiyasının yaranmasını daşqına qədərki və daşqından sonraki dövrlərə bölürlər. Həmin dövrlərdə insanların həyat tərzi Bilqamız dastanında təsvir olunmuşdur. Bu dastanın bir neçə min illik tarixi var. Bilqamız padşahın Bilqamız dastanında gözünün qabağında dostu silahdaşı ölür. Enküdü. Və bu özünü demək, tənqid edir, özündən narazılıq edir ki, bu qədər məndə güc, qüdrət ola, mən öz dostumu ölümdən xilas edə bilmirəm. Ölüm nədir axırı? Nədir bu ölüm? Ona görə də bu ayağına necə deyək, karıq geyir, neyniyir ki, görək mən bunun mənasını başa düşəm, tapım. Bu gedir, dastanda Obartın oğlu Utnapiştidir. Amma o bizim nağıllarımızda, dastanlarımızda məşhur olan Nuh Peyğəmbərin obrazıdır. Onların arasında başlanan söhbətdə Nuh Peyğəmbər insanlığı necə xilas etməyindən danışır. İnsanlar üçün yaz bayramında olduğu kimi şənliklər keçirdiyini deyir. Nuh Peyğəmbərin dünya daşqınının tarixi
12 min il, 12 min il yarım hesab olunur. Demək, 12 min il bundan əvvəl Novruz bayramı, Novruz yox, Yeni il bayramı vardı. Bahar bayramı var idi. Ki Nuh Peyğəmbər özünün səxavətini, özünün şənliyini həmin bayramla müqayisə edir. Amma bundan demək olmaz ki, bayram 12 min il bundan əvvəl vardı. Ona qədər vardı ki, Nuh Peyğəmbər onu xatırlayırdı. Su tanrısı Eya Nuh'a tapşırır ki, xalqa desin ki, səhərdən axşamacan leysan tökəcək. Gecə səhərəcən buğda yağışı yağacaq. Dünyanın hər yerində bol məhsul yetişəcək. Nuh yaz yağışlarını gördüyünü Bilqamusa danışır. Əlbəttə bunu əfsanə hesab edirlər, rəvayət hesab edirlər, müxtəlif fikirlər, rəylər var. Amma hər halda bu real hadisə olmasa, onun haqqında bu qədər rəvayət, əfsanə yarana bilməz. Demək, qeyri-adi hadisələrə əfsanə, rəvayətlər yaranır. Bu dəhşətli daşqın hər şeyi məhv etsə də, bəşər sivilizasiyasının teli tamam qırılmayıb. Mənəvi varlıq qalıb. Az sayda qalanlar mənəvi varlığı davam etdirərək növbəti nəsillərə ötürüblər. Tufan vaxtı ancaq Nuh Peyğəmbər və onun ailəsi qalıb. 3 oğlu qalıb, gəlinləri qalıb, özü qalıb. Və Nuh Peyğəmbərin gəmiyə mindirdiyi 80 nəfərdən 80 nəfər də yolda məhv olublar. Bura çatanda, məsələn, bizim gəmi qaya deyirlər, Naxçıvan arasında, orada məhv olublar. Ancaq qalan Nuh Peyğəmbərin evlatları olub və sonraki mənbələrdə, məsəl üçün, 17-ci əsrin çox məşhur bir demək, tarixçisi var ki, onun yazdığına görə, Bahadır xan, onun yazdığına görə Nuh Peyğəmbərin 3 oğlu, demək, Yafəz, Ram, Şam olub. Və onların birini göndərib cənub tərəfə, İran, Hindistan tərəfə ki, get orada yaşa və yarat. Birini, məsələn, göndəribdi Volqa boyu tərəfə ki, bu Yafəs olubdur. Digərini qərbə, məsəl üçün, Ramı, misal üçün də müxtəlif yerlərə göndərir. Deməli, daha 1000 illər əvvəl bəşəriyyət var idi, adətlər var idi, yaz bayramı keçirilirdi. İnsanlığın ilk məskəni olan Azərbaycanda Qobustan qaya üstü rəsmlərdə günəşin balıq bürcündən qoç bürcünə keçməsi təsvir olunub. Bu şəkilləri ilk insanlar çəkmişlər. Onlar uzun müddət Kür-Araz arealında yaşamış və yeni günü bayram etmişlər. Uzaq şərqdəmi və yaxud Şimal Buzlu Okean ətrafında yaşayan bir xalqlarda təbii ki, belə bir bayram ola bilməz. Niyə? Çünki bu dediyimiz proses daha çox mülayim qurşaqda müşahidə edilir. Yəni, yaxın və orta şərqdə, eyni zamanda Avrasiyanın o dediyim mülayim qurşaq hissəsində. Yəni, hansısa bir etnik kimliyinə dayansaq Novruz bayramının, onda gərək ayrı-ayrı xalqların mifologiyasına müraciət edək. Arxangelskdə və yaxud digər bölgələrdə yaşayan ruslar bu bayramı o qədər də qeyd eləmir. Hind-Avropa xalqlarının digər nümayəndəsi bölgəmizdə yaşayan İran dilli xalqlardır. İran dilli xalqlar deyəndə istər talışlar olsun, istər qismən əfqanlar olsun, istər deməli asetinlər olsun. Məsələn, asetinlərdə belə bir bayram yoxdur. Lakin bu bayramı daha təntənəli şəkildə qeyd edən və ruhunda daha çox yaşadan xalq türk xalqlarıdır. Və biz bilirik ki, yəni istənilən az-çox coğrafiyada məlumatı olan adam bilir ki, həmin bu mülayim qurşağın, yəni orta qurşaqda deyə bilərik, yerli və köklü sakinləri türklərdir. Çox maraqlıdır ki, Turan imperiyası yaranıb. Turan imperiyası Tur sözü ilə bağlıdır, Türk sözü ilə bağlıdır daha doğrusu. O imperiyanın tarixi təxminən eradan əvvəl 1000 illikdə
bilinir. Troy müharibələri məsələn Turan və başqa xalqlarla olan müharibələrdir. Turan imperiyası demək olar ki, Romadan, o xalqlardan düz Çin səddinə qədər buralar Turan imperiyası olub. Biz də onun mərkəzində. İki çay arası vadilər bəşəriyyətin yaranması və inkişafının məkanı idi. Tarixi araşdırmalar göstərir ki, Azərbaycanda Kür-Araz ovalığından başlayan mədəniyyət Dəşti Qıpçaq çöllərində Orxon Yenisey, Mesopotamiyada Dəclə və Fərat iki çay arası vadisinə qədər uzanırdı. Bu iri miqyaslı ünvanlarda yaşayan insan qrupları mahiranə at çapır, döyüşür, əkinçiliklə, maldarlıqla məşğul olur, mis əldə etməyi və ondan məmulat qayırmağı bacarırdılar. Onlar uca boylu, mavi gözlü, iti baxışlı, sivri burun, ağbəniz idilər. Türklərin əcdadları olan bu insanların imanı tək tanrıçılıq idi. Onlar səma tanrısı Tənqriyə ibadət edirdilər. Romada türklər barədə məlumatlı idilər. Roma legionlarının böyük əksəriyyətini döyüşkən türklər təşkil edirdi. Onlar işğalçı müharibələrdə Romalılara uğurlar gətirirdilər. Tarixdən məlumdur ki, bəşəriyyətdə böyük köçlər başlayanda türklər Avropaya axışdılar. Avropanın mülayim iqlimi onları cəlb edirdi. Onlar özləri ilə zəngin mədəniyyətlərini də aparırdılar. Bu o dövr idi ki, bütpərəst Roma mənlə aşılanırdı, imperiya dağılırdı. Türklərin əxlaq sistemi üstün gəlirdi. Bunun qarşısını almaq üçün Romalılar yeni bir sistem yaratmağı düşünürdülər. Yeni sistem isə xristianlıq idi. Lakin bu sistemi yaratmaq üçün mənəvi təməl, etiqad simvolu, kanunlar yox idi. Xristianlığı türklərin kanunlarına yələnməklə yaradırdılar. Amma xristian kilsəsini siyasi institut kimi qururdular. Bu institut Roma imperiyasının hakimiyyətini qoruyacaqdı. Türklər belə yeniliyi qəbul edə bilməzdilər. Onların tanrısı siyasət deyildi, mənəvi mədəniyyət idi. Roma kilsəsi türklərin izini silməklə xristianlığı yayırdı. Yalnız keçən əsrin 80-ci illərində Roma papası etiraf etdi ki, tarixdə türklərə qarşı əsrlərlə davam edən amansız inkvizisiyalar baş vermişdir. Amma bu etiraf tarixin çarxını geriyə döndərə bilməzdi. Beləliklə, min illərlə türk mədəniyyətinin təsiri altında yaşayan digər xalqlar həm də bu mədəniyyətlərdən biri olan Bahar bayramını türklər kimi keçirmişlər. Slavyanların Maslenitsa adlanan bayramına xristianlıq öz elementlərini əlavə etməklə onun türk mənsubiyyətini unutturmağa çalışıb. Fevralın 23-də başlayan böyük orucluq günlərində xristian slavyanlar şənlənə bilməzlər. Buna baxmayaraq, onlar Bahar bayramını keçirməyə bilmirlər. Bədmüşk adətən çox tez çiçək açan bir ağacdır. Bədmüşkə bizdə pişpişə də deyirlər. Maslenitsa günü evin kişisi əlinə alır həmin o bədmüşk budağını və qapını açıb, sanki o şər qüvvələri, azarı, bezarı, qışı evdən qovur. Təbii ki, müxtəlif sözlər də, ofsun xarakterli sözlər də söyləyir. Eyni zamanda ev əhlini bir-bir hamısını həmin o bədmüşk budağı ilə yavaş-yavaş çırpır. Yəni bir növ döyür. Bu bədmüşkün bu xüsusiyyəti çox maraqlıdır. Onlar sonra çıxırlar həyətə, həyətdə qaladıqları tonqalın külünü götürüb tarlaya səpirlər. Tarlaya səpdikdən sonra o bədmüşk budaqlarını tarlanın dörd bir yerinə sancırlar. Bu maraqlı məqamı mən mərhum Şəfqə xanım Əliyevanın Mənim Anam kitabında Bədmüşk ətirli Novruz bölümündə oxudum. Çərşənbələr yaxınlaşanda Şəfqə xanım yazdığına görə anası həmişə bədmüşk budağı gətirərmiş evə və danışarmış ki, Zəngəzurda yaşayan vaxtı onlar bədmüşkün gedərmişlər arxların qırağında, yarğanların qırağından bədmüşkün çiçəklərini toplayarmışlar, ondan gülab çəkərmişlər. Və təbii ki, bu çərşənbə günlərində, axır çərşənbədə, Novruz bayramında süfrənin bəzəyi olardı bədmüşk. Tarix davam edirdi.
Katolik Romanın inkvizisiyalarına duruş gətirə biləcək yeni sistem yaradılmaqdaydı. Bu isə sonuncu olaraq İslam oldu. Türklər üçün bu sistem doğma idi. Çünki türk əxlaqı özünü İslamda tapırdı. Əsrlər ötürdü. İslamı qəbul etmiş türklər ilkin bayramlarını və inanclarını qoruyurdular. O cümlədən Bahar bayramını da. Türk sərkərdəsi Nadir Novruz bayramında şah elan edildi. 1732-ci ildə Rəşd müqaviləsini də məhz bu gündə imzaladı. Digər türk sərkərdəsi Qacar da Novruz bayramında taxta çıxdı. Türkiyə türkləri 1914-cü ilədək Novruzu böyük təmtəraqla keçirirdilər. Amma zaman ötdükcə ənənələr də dəyişirdi. Ənənələrdə tarix boyu xalq şənlikləri keçirilirdi və bir növ zarafatçıl, üzlü olan adamlar, uşaqlar daha doğrusu, bunlar yeniyetmə uşaqlardan təşkil olunurdu, aktyorluq qabiliyyəti olan. Cəmaatı əyləndirə, qapı-qapı gəzərək meyvə, yemiş toplayırdılar, şəkərdən bişirilmiş şorqoğaldır, məsələn, şəkərburadır, belə səmənlərdir, toplayırdılar, kimin qolpundan nə çıxırdı. Onları sonra bir yerə cəm edirdilər, hansı evdə ki, imkansızlıq şəraiti hökm sürür, gecə ikən onun qapısını döyüb, qapısına qoyub gedirdilər. Yəni, əslində o toplamaların məğzində o var ki, uşaqların topladıqları bu demək, bayram sovqatı özləri üçün yox, kasıblara paylanmaq üçün toplanılırdı. Amma indi onun əlbəttə mahiyyəti dəyişilib, qapıya papaq qoyurlar və qapını döyüb qaçıb gizlənirlər. Papaq o qədər şərəfli və möhtəşəm bir ünsür sayılır ki, başdan yuxarı qoyulur, onu qapının ağzına gətirib qoymazlar. Yəni, təhriflər bu şəkildə millətin böyük bir adətini gülünc şəkilə salıb. Xoşbəxt eləsin. Amin. Bayramınız mübarək. Bayramın mübarək qızım. Bayramın mübarək. Aşağı fırlandır. Hoppa. Hop. Hoppa. Aman aman. Bura bura. Kes ses. Sakin. Bismillahirrahmanirrahim. Əşhədü ənna Məhəmmədən Rəsulullah. Bu üzü kimindir? Niyə də onu bəxtərim sənə? Fakizə, deyim ürək gündən nə keçin? De. Ay qızlar, qaçın, oğul gəlir. Qapını açın, oğul gəlir. Məxmər döşək, gül yastıq, harasını açın, oğul gəlir. Ürəyimdən dedim ha. Ay qızlar, ora baxın bir. Hə, Şamxan, növbə sənindir, başla. Heybəni salla. Şaba, yol verin, görək bir baxımıza nə çıxacaq. Ay qız, Fakizə, mən elə bildim sən gözaltı qapıdan gələcək. Bu ki bacıdan baxır. Buna görə içində nə var? Ay, bunun içi boşdur. Ay qız da, onlar bayram paylarını almamış, damdan düşməyəcəklər. Hə, Məsmə xala, onda elə Fakizəni qoya heybəyə göndərək. Kim bilir, bəlkə səndən ötürü gəliblər. Hanı məndə o bax?
Ay qız, o bayram yemişini bura gətir. Dayan. Bu saat görərsiniz. Onların bayram payını mən indi özüm verəcəm. Bunlar yatıblar, nədir? Ne pay gözləyirlər? Ey, damdakılar, payınızı alın. Oy oy, nə yaman ağırdı. Mən sizə dedim də bura gələk. Yəqin yaxşı yeməli şeylər var. O dövrlərdə münəccim gündüzlə gecənin bərabərliyini elan edib deyirdi: "Təzə il gəldi." Həmin anda şəhərin güllələrindən və divarlarından yaylım atəşləri başlayırdı. Rəsəd quyuları deyilən xüsusi quyular var. Onlar dərin qazılardı və burma belə pləkanlarla, spiralvari pləkanlarla aşağı enilərdi. Bu rəsəd quyuları elə qazılırdı ki, günün şüaları ora düşə bilmirdi. Və quyunun dibindən gündüzün günorta çağı günəş ola-ola ulduzlar görmək mümkün idi. Özü də 7 elə quyu qazılırdı ki, bu 7 quyuda gündüz də səyyarələri və ulduzları görmək mümkün olsun. Azərbaycanda və digər Türk respublikalarında Sovet hakimiyyəti qurulanda xalqların əsrlər boyu əldə etdikləri ənənələr unutdurulmağa çalışıldı. Sovet ideologiyası yeni düşüncə tərzli Sovet vətəndaşı tərbiyə etməli idi. 2020-ci ilin noyabr ayında konkret olaraq Azərbaycanda yanğın söndürmə idarəsi xüsusi əmr verdi ki, Novruz bayramı tonqalları qalanmasın xüsusi əmrlə. Belə bir əmr oldu ki, Bakı neft şəhəridir və bu tonqallar yanğına səbəb ola bilər və olur da güya və ona görə də mart ayında tonqallar qalanıb üstündən atılmağı yasaq olunur. ...1967-68-ci illərdə Şıxəli Qurbanovun səyi ilə ilk dəfə Novruz bayramı Azərbaycanın simvolu olan Qız qalasının önündə keçirildi. Budur, nəhayət təbiyyətin nazəndə övladı Bahar xanım gəlib çıxdı. Mənim əzizlərim, dostlar və qonaqlar, atalar və analar, bacılar və qardaşlar, əziz balalar, sizin hamınızın bahar bayramınız, Novruz bayramınız mübarək olsun. Belə şənlik keçirilməsi bir də 28 ildən sonra baş verdi. Bu hadisə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə rəsmiləşdirildi. Əslində Bahar bayramı türklərin etiqadı ilə bağlı idi. İnsanların yaratdıqları mənəvi mədəniyyət onların inanclarının təzahürü idi. Onlar etiqaddan doğan münasibətlərlə, ənənələrlə yaşayırdılar. Bu nə siyasət, nə də din idi. Xalqın toplum olaraq etnik kimliyinin göstəricisi idi. Dövlətin sistem kimi qurulması, xalqın ideoloji formalaşması bundan başlayır. Yəqin ki, qaranlıq sualların cavabı dünyanın gedişini təsəvvürə gəlməz istiqamətdə dəyişərdi. Əsrlər boyu siyasi qüvvələr bundan qorxurdular. Məsələn, Çuvaşlar faktiki xristiyandılar və qərbə burasılar da Navruz deyə keçirirlər bu bayramı. Yəni, Çuvaşın keçirdiyi bayramla Özbəyin keçirdiyi və Azərbaycan türkünün keçirdiyi bayramın arasında fərq yoxdur. Deməli, bunun ana qaynağı hardan gəlir? Deməli, türkün nüvə formasında olduğu bir dövrdə. Və o nüvələr qəlpələrə bölünəndə hər bir qəlpədə özünü yaşadı bu. Almanlarda və yaxud Macarlarda bu bayramın keçirilməsində mən qəribə bir şey görmürəm. İstərsə də Slavyanların özündə. Niyə? Çünki onların alt qatında türk substrat deyilən bir şey var, türk substratı var. Məsələn, Bavariya almanları. Faktiki bunlar Avar xaqanlığının qalıqlarıdır. Və onlarda bu bayramın keçirilməsi elə bir qəribə şey deyil.
eyni zamanda həmin bayramın Macaristanda keçirilməsi, yəni Hun törəmələri olan Macarların keçirməsində elə bir qəribəlik yoxdur. Baxmayaraq ki, onlar katolikdirlər. İstər o Cənubi Almaniyanın o Bavariya almanları, istərsə də Macarlar və yaxud lap yaxında yaşayan Bavariya və Avstriya almanlarına fikir verək. Avstriya almanları o dediyiniz yaz bayramını keçirmir. Amma Bavariya almanları keçirir. Niyə? Çünki Avstriya almanların soy kökündə daha çox German elementi olduğu halında Bavariya almanların soy kökündə türk qatı var. Yəni avarlardan qalmadılar. Ona görə də bu bəşəri bayram şəklinə düşmür. Təbii ki, bu məsələnin UNESCO səviyyəsində qaldırmaq olar. Ən azından niyə? Çünki Avropanın özündə də uzun müddət mart ayının 22-si bayram keçirir. Yəni qədim Roma təqviminə görə yeni il mart ayının 22-sindən başlayırdı. Bir sivilizasiya qocalır, ölür, yerini digərinə verir. O birisi nələrəsə sahib olur, dəyişir. Amma Novruz dəyişmir. Həmişə gəncdir. Çünki onda əbədi həyat eşqi çağlayır. Çünki Novruzda dindən, siyasətdən uzaq, saf etiqad yaşayır.